Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında yazıcı tədqiqatçı Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq məfkurəsi və zəfərin vəhdəti mövzusunda tədbir keçirilib. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli yazıcı tədqiqatçı Sadıq Qarayevin yaradıcılığını təhlil edərək onun Azərbaycançılıq ideyasına yeni fikir müstəvisində məharətlə təqdim etdiyini bildirib. Amma prezidenti akademiyanın yalnız elmi istiqamətlərin inkişafı ilə kifayətlənmədiyini, eyni zamanda bu elm ocağında ictimai maraqların təmin olunması məqsədi ilə müxtəlif səpkili tədbirlərin də həyata keçirildiyini bildirib. Akademik İsa Həbibbəyli qeyd edib ki, son 30 ildən artıq dövrdə Azərbaycan ədəbiyyatında müxtəlif ədəbi cərəyanları təmsil edən tanınmış simalar meydana çıxmış. Bu dövrdə ədəbiyyat və incəsənətdə akademizm adlı yeni bir cərəyan formalaşmağa başlamış və ölkəmizdə bu cərəyanı təmsil edən yazıcı və rəssamlar yetişmişdir. Amma prezidenti qeyd edib ki, bu cərəyanın nümayəndələrindən yalnız bədiilik deyil, həm də aydın ziyalı mövqeyi tələb olunur. Çıxışının sonunda akademik İsa Həbibbəyli yaradıcı üslubu ilə seçilən Sadıq Qarayevin müasir Azərbaycan ədəbiyyatında özünə məxsus yer tutduğunu vurğulayıb. Ədibə gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonra AMİyanın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə elmi biliklərini bədii yaradıcılığı vasitəsilə ictimaiyyətə çatdıran Sadıq Qarayevin irsini fəlsəfi aspektlərdən dəyərləndirib. Qeyd edib ki, Azərbaycançılıq məfkurəsinin bütün faktları onun əsərlərində sujet və xırdalığı ilə elmi və bədii sintez təşkil edir. Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq, dövlətçilik və zəfər ruhunun təqdim olunduğunu söyləyib. Onun vətənpərvər ziyalı kimi öz mövqeyini açıq şəkildə və cəsarətlə ortaya qoyduğunu bildirib. O, tarixi keçmişimizin unudulması və gələcəkdə eyni faciələrin təkrar yaşanmaması üçün ideoloji təbliğat işlərinin aparılmasının zərurliyini qeyd edib. Bu istiqamətdə daha çox əsərlərin yazılmasının, kitab və monoqrafiyaların ərsəyə gəlməsinin önəmini bildirib. Daha sonra Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Sadıq Qarayevin ədəbi yaradıcılıqla yanaşı ölkənin ictimai siyasi həyatında da hər zaman fəal iştirak etdiyini bildirib. O, Azərbaycançılıq ideallarının dövlətçiliyimizin möhkəmlənməsində, qələbələrimizdə rolundan bəhs edərək zəfərlərimizin gələcək nəsillərə və dünya xalqlarına çatdırılmasında bədii ədəbiyyatın rolunu xüsusi qeyd edib. Tədbirdə Sadıq Qarayevin yaradıcılığını yüksək qiymətləndirib, onun müxtəlif janrlarda yazılmış əsərlərinin elmi əhəmiyyətindən bəhs ediblər. Sonda yazıcı, biologiya üzrə fəlsəfə doktoru Dosent Sadıq Qarayev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Leyli Namiq qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.